Biz Inform Xəbər TV olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatları sizlərə çatdırırıq. Daxili İşlər Nazirliyi vətəndaşlara göstərdiyi elektron xidmətlərdə yeni mərhələyə keçid edir. Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədi ilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir. Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq e-polis mobil tətbiqində və e-xidmət Miya Qovaz portalında məhkumluq haqqında arayışı elektron qaydada cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür. Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə, indiyədək təqribən bir günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür. Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir. Sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır. Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir.